Hər vaxtınız xeyir olsun, futbol azarkeşləri ikincisi yenidən bir yerdə. Bir daha xatırladaq. FA Cup turniri play-off görüşü, 4-də 1 qarşılaşması. Bu görüşdə biz İnan və Amarlis komandalarını üzrə görürük. İnan fasiləyə 2-0 hesab önündə yollamışdı Amarlis önündə. Orducu Məmmədov hesabı açıb. Rafael Mütəllimov isə hesab arasındakı fərqi 2-yə yüksəltmiş. Görə ikincisi də kimlərdən qollar izləyici David Eşimov. Biri mən dedi. Fərqlilərin siyasının öz adını yazdırdı. 3-0. Zakir. Vagev Rızayev çətinlə dostluq meydanda saxladı, amma rəqib üçün saxlamış oldu Niyazi, İlfal, Mustafayev. Oroç, Niyazi, dərsdən Niyad var. Gözəl ötürmələr izlədik. Ötürmələrlə top müdafiədən çıxardılar. Hücum şansa Vagev Rızayevin həmləsi. Aşırı top itkisi. Oroç. Niyazi Qasımzadə. Elon Mustafayev. Saday. Niyazi, Oruç Saday. Qapını ötürmələr izləyirik. Amarlis oyuncular top ələ keçirdi. Əksərli olacaq. Zoom şansı. İlfam. Zərbə imkanını itirmişdi artıq. İtirmə verə bilərdi. Elnur Mustafayev. Cavid Eşimov. Cavid qapıya doğru Zakir yerindədir. Bu cəhət hərəkətləndirdi Nihat. Cinal dəyişili İlfan Əsərov. İlfan zərbə İsmail Əliyev uzandı. Amarlis'in yenəmləsi. Rol və gol! Axır ki. Axır ki onlar da axtardılar, gol tapdılar. 1-2 İnam 2. Amarlis 1. Hətta 1-3 səhvimi düzəldim. İnam 3. Amarlis 1. Hesab arasındakı fərq yenidən 2 inir. Orducu Məmmədov. Top Sadayın özünə meydan tərk etdi. Mərkəzə doğru ötürmə İlfan. Qarşısında Orducu var. Nur təşəkkür. Zakir. Xamurad. Yana doğru ötürmə. Niyazi Qasımzadə. Oruç. Ayaq saxladı Niyazi. Yana doğru ötürmə Xamurad. Ekran bəyənlər minnətdarım. Aşağıda darıcı görürəm. Hər bir sayıqda təşəkkürüm bildirirəm. İsmail Əliyev. Diaqanla doğru ötürmə. Yaxşı düşündü Cavid Əşimov. Saday ram etdi. Elnur. Saday. Heç zərbə indirmədi. Meydanda devam etmək lazımdır. Raul. Oruç. Top qapının üzərinə meydan tərk edir. Zakir Abbasovun uzun ötürməsi Nihat. Saday ilə mübarizə aparırdı. Tanrı təşəkkür. Qapı qarşısına parlı ötürmə alınmır. Raul, Elon Mustafayev, Cavid. Gözəl ötürmələr izlədik. Divar pası. Cavid Əşimov. İlfandan yayına bilmədi. Niyazi Qasımzadə.
İlfam. İlhan Mustafayev, Cinal Horo, kapitan Saday. Cavid Eşimov. Saday. Cavid yaşı çöndü. İlfam. Kapı karşısında Nihat zərbə. Dirəydəydi sonunda. İsmail'e değmişti top. Korner köşkdən zərbə. Bagiyev Rızayev. Ayak sakladı. Mərkəz doğru ötürmə İlfam. Qarşısında orucu var idi Nihat. Səməd aldatmaq istəyib. İnamın yeni əmləsi sol cinaqda Niyazi. Təmək qısa qaldı İlfan Əsənov. Raul. Niyadın zərbəsi İsmail. Yaxın küncünü bağladı, bir də keçid vermir. Korner. İlfan Əsənov. Ara ötürməsi alamadı. Sum şansı. Oruç. Xamurad. Niyazi. Rafada meydanı tərk etmişdi. İkisəmlə İlfan. Bir qədər ayaq saxladı. Bir qədər kör təbi əmlələr izlədik. Koroğlu Spor Sərikma meydançası FA Cup turniri. Playoff görüşü 4'te 1 qarşılaşması İnam və Amarlis komandaları izlədi. İnamın 3-1 üstünlüyü var. Amarlis yönündə. Bəli. Finalda mən şərh edəcəm Premier Liqanın finalını. Nasıl ki Greenpay və yine bu komandalar üzə gələcəklər final görüşündə saat 18:00-da final, 9:00-da isə təqdim etmə hissəsi olacaq. Yeri gəlmişəm, bunu xatırlatmasını edək. Rəfir qayda pozisiyonu qeydə aldı. Sərmə zərbəsi standart vəziyyət bir qədər geridən yerindən yenə yetilməsi istədi. Sötürmə ilə başladılar. Səməd Əsədov. Oruç. Çevirməsi alamadı İkisəmlə. Raul. Bir alda Cizət. Oral Qurbanlı. Yəni bağlıdır. Boşluq axtarır. Nihat yenə Raul'a doğru. İlfam. İsmail Əliyevdən keçid yoxdur. Rafael Mütəllimov. Niyazi Qasımzadə. Rafa. Bakir yaxın küncünü bağladı. Oruc Məmmədli. Yamançılarda qaldı top. İlhan Mustafayev. Niyadın pressingi var idi.
Bir ara ötürməsi Xamurad, Vagif Rızayev. Raul taban ötürməsi İlfanı qatlayamlı. İlfan zərbə çəkdi İsmail. Yenəməz. Bilmək çəkməyə bacardı İsmail Əliyev. İlfan qapısını yatırdı. Zərbə İsmail Əliyev. Nələr edir nələr. Əzimkarlıq göstərdi. Keçid yoxdur dedi. Kəsbiranlıq qol deyə. Artıq düşünmüşdü amma. İsmail Əliyev Real goldan xilas edir komandasını. Elnur Mustafayev. Səməd Əsəlov. Bir-birlərinə başa düşmədilər. Xamurad Cinabonca əldə mərkəzə doğru Nihat buraxdı. İlfan zərbə və gol! İlfan Əsənov. 2-3 fərq minimumda. Artıq ikinci sənədə yarılamışıq. Qalan dəqiqələr ərzində nəyə şahid olacaq, nə izləyəcək, daha kimlər fərqlənəcək. Görüşün cavab oyunda var. Görünür ki, bu görüşün tali məhz ilk oyunda əldə olmayacaq. Niyazi Qasımzadə. Sürət hesabına Raulu keçmək bazarda ötürməsi Rafa. İlfan. Sinəsilə rəhmətli, amma Elnur üçün rəhmətli. Mustafayev. Satay Rəhimli. Rafa. Oruc. Bir qədər ayaq saxladı. Rafael Mütəllimov bir aldacı zət. Yəni Qasımov uzaqlaşdırır. Vaxt qədər təhlükəli əmləyə alınmadı. Davam deyir. Bir qədər agresiya, gərginlik idi. Var. Refer oyuncuların sakitləşməsi istəyir. Təbii ki, başa düşüləndi. Adrenalin. Xamuradın müdaxiləsi. Sonrası top Oruca dəymişdi. İlfan Əsənov. Niyazinin müdaxiləsi var idi. Qarşılıqlı top ilgizlədi. Saday Rəhimli, Oruc Məmmədov. Niyazi. Zərbə imkanı tanımadılar. Orada Qasımzadə 2 nəfərin atəsindən çıxardı. Niyazi Qasımzadə. Oruc zərbə Zakir. 4-2 oldu hesab. İnam 4, Amarlis 2. İlfan Əsənov. Nihat, Zinadəşli, Xamurad. Bir an ötürməsi, İlfan tamamladı. Muradın mühtəşəm ara ötürməsi. Çox yaxşı oldu komandalaşını. Məhsullar ötürməsi İlfan Əsənov. Şəkləməyə bacarır. 3-4. İnam 4. Amarlis 3. Karalı Sports idman meydançasında fərqindən minimum indi. Playoff görüşündə İFA Cup turnirinin 4-1 görüşündə Amarlis 3, İnam 4.
Aruz Qrinaz, təşəkkür. Oruç. Əli Qasımov müdaxilə etmişdi Oruç. Elnur Mustafayev. Ötürmə Cavid Əşimov, Zakir. Kesit vermədi. Xamurad. Bir qədər əvvəl məhsuldur, ötürmə ondan gəlmişdi Niyad. Nə qədər elədi mərkəzi doğru ötürmə İlfan Əsyanov. Aruz Qrinaz, təşəkkür. İsmail Əliyev. İlfanın bu səfər zərbə endirməsine imkan vermədən Raul Qurbanları ötürməsi keçmədi. Elnur Mustafayev əks-cümlə Cavid Əşimov. Cavid aldacı cəhdlər Əşimov. Rəqibin ayaqlar arasından atlamam. Davamı gəlmədi. Əngəriyə yerdən qurulacaq əmlər. Bir qədər də rəqibləri, daha doğrusu rəqibini üzərinə çəkmək istəyir. İnam komandası müdafiədə boşluq tapmaq üçün Rafael Mütəllimov, Elnur Mustafayev, Cavid Əşimov. Son anda Xamurad zərbə imkan vermir. Korner küncdən zərbə olacaq. Sizin kontratak Xamurad. Aruz rəqibini qabaqladı. Xamurad indi pressing edir topu qazanmaq üçün. Sadayır Əmli. Kapitan topladı mərkəzə doğru Oruç. Elnur Mustafayev. Elnur. Yardım pressing var Elnur. Rəqibinə yayma bacardı. Ötürmə zərbə. Mütəllimovdan izlədik. Zakir. Təhlükəni sovuşturdu Xamurad. Bir qədər ayaq saxladı. Xamurad. İsmail Əliyev. Təlimsilçisi məhz qapısını bir qədər tələsdirirdi. İsmail Əliyev. Cavid Əşimov. Əliyev Rızayev. Ona mani olurdu Cavid. Oruç. Səmti dəyişdi. Rafa. Elnur Mustafayev. Rafael Mütəllimov. Bir nə gol var. Bu etmək istəyirdi, alınmadı. Saday. Əşimov. Elnur Mustafayev. Cavid. İlfan qapısıyla birə birdi. Niyad. Cavid. İsmail bu ötürməsini tamamlaya bilmədi Niyad. Referi qayda pozulsa qeyd alır. Niyada qarşı qayda pozulub. Standart vəziyyət. Sam 4-3 bir daha qeyd edək. Amarlis 3, İnam 4. Elnur Mustafayev cinayət aşıdı. Saday Rəhimli. Cavid Əşimov. Zakir gözləyirdi bu əmləni. Niyad İlfan. Dirəyə dəydi. Təkrar əmlə və gol. Niyad bəkləndi. 4-4. Hesab bərabərləşir. İnam 4, Amarlis 4. Oyunun sonuna doğru. Daha neçə gol izləyəcəyik. Elnur Mustafayev.
Oruc. Birbirlərini başa düşmədilər. Bir qədər oyunçular tələsir. O tələskən özü ilə birgə top itkisi gətirir. Nihat ünvansız ötürmə. Bir qədər kör təbii əmrlər izlədik. Və qarşılaşmada son 4 dəqiqə. Burada xatırlatmasını edib. Sırada 4-4'lük bərabərlik var. Xamurad Oruc ayaq saxladı. Elnur Mustafayev, Səməd Əsədov, Vaqifi keçə bilmədi. Rızayev, Xamurad, Oruc qayda pozulub. Nihat qaydanı pozmuşdu. Canlı səhənin geriyə çəkilməsini istədi. Ədalət təmsilçisi. Atırma ilə başladılar. Oruc, Cina dəyişili Səməd Əsədov. Son daxilə Vaqif Rızayevdən. Səmlə, İlfam. Başlamamış bitdi. Elnur Mustafayev, Cavid Əşimov çevirə bilmədi. Artıq oyuncularda yorğunluq da hiss olunur. Oruc, Niyazi Qasımzadə. Yenidən Oruc zərbədə gol. Oruc Məmmədov. 5-4. Son dəqiqələri öndə yalanır. İnam komandası İnam 5, Amarlis 4. Qalan dəqiqələr ərzində nə izləyəcəyik? Niyazi Qasımzadə. Zakir Abbasov. Korner. Şuşdan zərbə. Qarşılaşmada dəqiqə yarım. Son dəqiqə yarım. Nihat rəqiblərin arasına topu çıxardı, yerdə qaldı. Əfir tamam dedi, qayda pozulmuyor. Top aydı müdaxilə. Oruc, Rafael Mütəllimov, Niyazi Qasımzadə, Zakir qapısını tərk etmişlər. Niyazi aldancı cəhdlər. Vaqif Rızayev kapitan. Hepsi sığortaladı. Referi vara baxdı. Heç bir qayda pozuntusu qeydə almadı. Oyun qaldığı yerdən davam edir. Penaltı bir etirazı var idi. Ədalət təmsilçisi Nihat və İsmailin mübarizəsində qayda pozuntusu qeydə almadı. İşin artıq sonlarına yaxınlaşmışıq. Niyazi Qasımzadə Xamuradla mübarizə apardı. Xamurad uzaqlaşdırmaq həmləsi idi. Bir də Ferdə sağına nəzər yetirir. Son epizodlarda, son cəhdlərdə Niyazi. Xamurad qarşıladı, ötürmək istəyib. Atan topa ilə daxil edilməli. Rafael Mütəllimov, Rafa. Cina dəyişili gəlişinə zərbə Zakir Abbasov. Zakir. Ral Qurbanlı.
Səmədi keçə bilmir. Qarşılaşmanın son əmləsi son cəhd oldu referi. Qarşılaşmanı bitirdiyin həm komandası cavab oyununa 5-4 hesabı ilə öndə yollanır. Hər iki komanda cavab oyunda uğurlar arzu edir. Sağ olun, salamat qalın.